Magistratura pilləsində yazılan və müdafiə edilən minlərlə dissertasiya işi yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin deputatı Vasif Qafarov Parlamentin Elm və Təhsil Komitəsinin iclasında bildirib ki, bu işlər elmə töhfə vermir, sadəcə formal xarakter daşıyır. Biz 30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul eləmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununla yanaşı Sovet təhsil sisteminin qalığı olan iki pilləli müdafiə sistemində saxlamışıq. Bu 30 il ərzində, 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası ortada yoxdur ki, o kitab kimi çap olunsun, o kitaba və ya həmin dissertasiyaya hansısa bir istinad olunsun. Yəni magistrin yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur ki, bu dissertasiya nə üçün yazılır? Deputatın vaxt itkisi adlandırdığı bu prosesə bütün magistrantlar bu cür baxmır. Aylardır dissertasiya üzərində çalışan Cavidan Muradov deyir ki, bu onun üçün sadəcə kağız parçası deyil. Xüsusilə entuziazm yoxdursa, narahatçılıq yarada bilər. Amma dediyim kimi, şəxsi mövqedən çox şəxslidir. Bir çox tələbə üçün problemli məqam olsa da, mən düşünürəm ki, dissertasiya özünün təhsildə olması insan axtarışları vadar eləyir. Bu da əlbəttə ki, dərsdən kənar fəaliyyətlə əlaqəlidir. Yəni, tələbə təhsil müddəti universitetdə elədiyindən kənar tədqiqat eləyir. Öz sahəsində olsa əlbəttə daha yaxşıdır. Yola vermə məsələsi məncə həmişə olacaq. Universitet rəhbərliyi də sistemin səmərəliliyinə şübhə etmir. Onların fikrincə, magistr dissertasiyası gənc mütəxəssisin elmi potensialını üzə çıxarmaq üçün əsas meyardır. Tələbə məlumatları toplamağı, onların daha vacibini seçməyi, təhlil etməyi, müqayisə etməyi, sonda arqumentlərlə qərar verməyi, nəticələri gəlməyi, bu bacarıqları əldə etmiş olur dissertasiyanı yerinə yetirdikdə. Mürəkkəb sahələr, interdisiplinlər yanaşmalar tələb edir. Yəni, sahələr arası yanaşmanı tələb edir. Sahələr arası yanaşmanı da nəzəri təlimlərlə həll etmək mümkün deyil. Yəni, bu sahə üçün kadr yetişdirmək bakalavr səviyyəsində mümkün deyil. Ekspertlər isə bildirir ki, magistratura təhsili Avropa ölkələrində elmi tədqiqatın ilk mərhələsi hesab olunsa da, Azərbaycanda bu pillə əksər hallarda formal xarakter daşıyır və yazılan dissertasiyalar elmi dövriyyəyə daxil olmur. Bəzi hallarda biz elmi rəhbərlərin ümumiyyətlə özlərinin belə ümumi dissertasiya işindən dərindən maraqlı olmadıqlarını və yaxud da o haqda informasiya sahib olmadıqlarını müşahidə edirik. Və yaxud da həmin o dissertasiyanı yazan şəxs demək olar ki, öz elmi tədqiqat işini yazmır. Biz ya magistratura təhsilini ümumiyyətlə ləğv etməliyik və yaxud da magistratura təhsilini saxlayacaqsa, təhsilin növbəti pilləsində iki mərhələli doktorantura pilləsindən birini ləğv etməliyik. Bilirsiniz ki, bizdə doktorantura təhsilini